Salam uşaqlar, bugün biz fonetika bölməsindən olan sonu B, C, D, G cingiltili samitləri ilə bitən qayda haqqında danışacağıq. Sonu B, C, D, G ilə bitən cingiltili, bunlar bilirik ki, cingiltili samitlərdir. Əgər ki sonu B, C, D, G samitlərlə bitən sözlərdə sözlər özü tək formada verilsə, yəni özündən sonra heç bir söz gəlməsə, şəkilçi gəlməsə, bu söz sonundakı bu cingiltili samitlər kar qarşılıqları ilə deyilişdə əvəz olunacaq. Misal üçün yazıram. Dolap. Nə olacaq? Dolap. Sonra yazıram. Ağac olacaq. Ağac. Sonra yazıram nəhəng olacaq. Nəhəng. Sonra yazıram pələng olacaq. Pələng. Qanad olacaq. Qanad. Bax uşaqlar, bu qaydada. Əgər bax bu sözlər sonu ilə görsən B ilə bitib, C ilə bitib, G ilə bitib, D ilə bitib. Bax bu sözlərdə bitən tək formada yazılanda, özündən sonra heç bir söz və ya şəkilci gəlməyəndə sondakı B, C, D, G nə olacaq uşaqlar? Kar qarşılıqları ilə əvəzlənəcək. Bir də var, sonu B, C, D, G ilə bitən, bax qeyd 2, bitən sözlərdə özündən sonra samitlə başlayan söz gəlsə və yaxud şəkilci qoşulsa, yenə də bu B söz sonundakı B, C, D, G kar qarşılıqları ilə əvəz olunacaq. Bax, məsələn, yazıram ki, kitab rəfi olacaq. Kitab rəfi. Yazıram. Qanaddan olacaq. Qanaddan. Çəkic zərbəsi olacaq. Çəkic zərbəsi. Karlaşdı. Sondakı bax B'dir, buradakı sonra D'dir, sonra C'dir. Bax, tələffüz zamandır, nə oldu? Kar qarşılıqları ilə əvəz olundu. Yazıram. Pələng dərisi. Tələffüzdə nə olacaq? Pələng dərisi. Bax uşaqlar. Demək, yadda saxladıq ki, sonu B, C, D, G ilə bitən sözlərdə əgər özündən sonra heç bir söz gəlməsə nə olur? Kar qarşılıqları ilə əvəz olunur və sonu B, C, D, G ilə bitən sözlərdə özündən sonra samitlə başlanan söz gəlsə və yaxud samitlə başlanan şəkilci qoşulsa, yenə də bu söz sonundakı B, C, D, G neyinir? Kar qarşılıqları ilə əvəz olunur. Bir də var uşaqlar, sonu B, C, D, G ilə bitən sözlərdən sonra saitlə başlanan söz gəlsə və yaxud şəkilci əlavə olunsa, o zaman uşaqlar bu B, C, D, G heç bir dəyişikliklə məruz qalmır. Yəni, olduğu kimi tələffüz olunur. Kar qarşılıqlarına keçmir. Misal üçün yazıram. Dolaba. Hələ görsən, özündən sonra bax, dolab sonu B ilə bitdi. Özündən sonra da saitlə başlanan şəkilci artırdım. A-ə artırmışam, A artırmışam. Elə olduğu kimi qalacaq. Dolaba. Heç bir dəyişiklik olmadı. Sonra yazıram. Tüfəng
aldım. Olacaq. Tüfəng aldım. Heç bir dəyişiklik olmadı. Yazıram. Çəkicə. Çəkic söz, çəkic. Sait artırdım. Oldu. Çəkicə. Heç bir dəyişiklik olmadı. Çəkicə. Heç bir dəyişiklik olmadı sözdə. Demək, yadda saxlayırıq uşaqlar. Sözün sonu B, C, D, G ilə bitdi. Özündən sonra heç bir söz olmadı, kər qarşılığına keçir. Sözün sonu B, C, D, G ilə bitdi. Özündən sonra samitlə başlanan söz artırıldı və yaxud şəkilçi əlavə olundu, yenə kər qarşılığına keçir. Amma sözün sonu B, C, D, G ilə bitdi və özündən sonra saitlə başlayan şəkilçi artırılsa və yaxud söz gəlsə, nə olur? Olduğu kimi də tələffüz olunur. Bir də uşaqlar var, elə sözlər var ki, deyirik, amma bilmirik bunun sonu məsələn T ilə yazılmalı, yoxsa D ilə yazılmalıdır. Və yaxud sözün düzgün yazılışını müəyyən etmək üçün nə edirik? Sözə saitlə başlanan şəkilçi artırırıq. Bax, sözün düzgün necə yazılar sonunda? T olar və yaxud D olar və yaxud P ilə gələr və yaxud K ilə gələr. Bax, məsələn deyirəm ki, palıd. Dəqiq bilmirəm, bu söz D ilə yazılmalıdır, yoxsa T ilə yazılmalıdır. Yazıram. Palıd. Bir də yazıram. Palıd. Ay müəllim, mən bilmirəm, bunun sonu T ilə yazılmalıdır, D ilə yazılmalıdır. Bu vaxt nə edirik? Sözə saitlə başlanan şəkilçi artırırıq. Məsələn, yazıram ki, palıd-ın. Bax, buna da yazıram, buna da yazıram. İndi baxıram. Deyirəm ki, uşaqlar, palıtın yazsam mənim sözüm düzgün olar, yoxsa palıdın yazsam düzgün olar? Əlbəttə ki, palıdın yazsam daha düzgün olar. Demək, bu palıd sözü necə yazılmalıdır? D ilə yazılmalıdır. K ilə, T ilə yox. Məsələn, yazıram pələng. Pələng. Ay müəllim, mən bilmirəm, pələng sözünün sonu K olmalıdır, yoxsa C olmalıdır. Nə edirik? Saitlə başlayan şəkilçi artırdım. Pələngin yazsam daha doğru olar, yoxsa pələngin yazsam daha doğru olar? Əlbəttə ki, pələngin yazsam daha doğru olar. Bax, bu da belə uşaqlar. Bir də uşaqlar sonuncu qeydi də yazaq. Bəzi tək hecalı sözlər var ki, söz sonundakı hərf dəyişilmir. Necə varsa, elə də tələffüz olunur. Misal üçün, tək hecalı sözlər bilirik də, yəni bir saitdən ibarət olan sözlərə tək hecalı sözlər deyilir. Bax, uşaqlar, məsələn, hansı sözlərdir bunlar? Yazıram. Şad. Şad sözüdür. Sonra dad. Dad sözüdür. Cod. Sonra gerb. Daha sonra qəlb. Daha sonra hərb. Güc. Qərb. Cib. Yad. Və s. Bax, uşaqlar, bax, bu sözlər məsələn oxunduqda, deyilişdə olduğu kimi son hərfləri hamısı olduğu kimi qalır. Heç bir dəyişikliyə məruz qalmır. Şad yazırıq, elə şadda deyilik. Dad yazırıq, elə dadda deyilir. Gerb yazılır, gerbdə deyilir. Qəlb yazılır, qəlbdə deyilir. Hərb yazılır, hərbdə deyilir. Güc yazılır, elə güc. Qərb, elə qərb. Cib, elə cibdə deyilir. Yad yazılır, elə yadda deyilir. Yaxşı uşaqlar, bu qədər. Sağ olun.